Yəni həqiqətən mən yerli mütəxəssislərimizin tərəfdarıyam. Yəni onların Premyer Liqada fəaliyyət göstərməyini çox istəyirəm. Və Azər Bağırovla bağlı da fikrim çox müsbətdir. Hər biriniz kimi azarkeşlər. İndi birazdan çatdı da oxuyacağıq. Araz Naxçıvanda yəni 1-ci liqanın qalibi oldu, Premyer Liqaya gəldi. Premyer Liqada yenidən qurulan heyətlə fərqli oyun oynadı. İndi oradan ayrıldı, müəyyən hadisələr baş verdi və s. aydın məsələdir. Amma Kəpəzə gələndə Kəpəzin artıq hər kəs əlini üzmüşdü Kəpəzdən. Yəni bu mövsüm outsiderdir. Yəni bu oyunçu qrupu ilə, bu oyunla Kəpəz heç ara getməyəcək, intriqalar, nə bilim nələr. Amma Azər Bağırov gəldi, belə çətin olsa da əlini daşın altına saldı və bu yükü qaldırmağa çalışdı. Yekunda oynatdığı futbolla mən deyərdim ki, bax, necə ki Vaqif Çavadovla bağlı səsləndirdiyim fikirlərdə belə müəyyən mənada belə özümü haqlı görürəm. Hər kəsin təbii ki, fərqli fikirləri var. Yəni, bir plan var. Oyununda komandanın bir plan olduğunu görürsən. Yəni, görürsən ki, komanda nə oynamaq istəyir? Komanda birinci fazadan ikinci faza, ikinci fazadan üçüncü fazada keçidlərdə həmin o xətlər arası məsafəni düzgün qurmaq və kollektiv şəkildə toplu və topsuz oyunlardakı çıxışlarını izlədikdə görürsən ki, qardaş, burada məşqçi işi var. Məşqçi işi var, bəli var. Yəni, məşqçi işi olmasa, bugünkü gündə biz bugün Kəpəzdən tam fərqli formada danışardıq. Yəni, odur ki, məncə o söz-söhbətlərə Gəncə futbol adamları, belə deyək, orada hansı ki futbol adamları var ki, bu dəqiqə klubun başında pərvanə kimi dolanırlar. Yəni, bir fürsət güdürlər, fürsətçidirlər. İndiyə qədər neçə baş məşqçi gəlib, gedib. Yəni, o intriqalar bəzi məqamlarda Gəncə futbolunun inkişafına çox ciddi problemlər yaradır. Yəni, bir çoxları klub rəhbərliyinin üstünə düşür, amma klub rəhbəri nə etsin? Yəni, bilmir sağına hə desin, bilmir soluna hə desin, bilmir azarkeşə cavab versin, bilmir Gəncə futbolunun əfsanələrinə cavab versin. Yəni, Azər Bağırov başını aşağı salıb işini görür. Və yeni mövsüm öncəsi ediləcək və Azər Bağırovun da öz istəyi doğrultusunda ediləcək transferlərlə Kəpəz daha iddialı hala gələ bilər. Yəni, ona görə də Redniklər, nə bilim nələr, legioner məşqçilərin adı gəlir, gündə biri yazılır, çizilir. Valla, Allaha and olsun haqsızlıqdır. Yerli mütəxəssislərimizə qarşı haqsızlıqdır. Xahiş edirik, bu mövzuda azarkeş olaraq, Gəncə futbol ictimaiyyətinin nümayəndələr olaraq öz fikrinizi obyektiv şəkildə bildirin. Daha kimlərinsə çaldığı mahnılara oynamayın.